xeyirli olsun uşaqlar. 7-ci sinif fizika dərsliyinin elektrik sahəsi mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqların izahına baxaq. Amma uşaqlar, tapşırıqları bu şəkildə izah etməyimdə məqsəd mövzunu daha dərindən və anlayaraq mənimsəməyinizi təmin etmək istəyimdir. Artıq bu tapşırıqları kimin, hansı məqsədlə istifadə etməsi öz vicdanına qalıb, əlbəttə ki, şəxsi məsələsidir. Amma çalışağın, uşaqlar. Dünyada bu qədər fikrimizi dağıdacaq keyifli şeylər varkən onların hər birini buraxıb çalışalım. Çünki biz gənclik zamanı çalışmağımızın səmərəsini daha çox görürük. Zaman keçib daha sonra çalışınca heç bir mənası qalmır. Yaxşı şəkildə oxuyun. Dərindən mənimsəyərək öyrənin. Yalnız o halda gələcəkdə həqiqətən hər hansısa bir nəyəsə nail ola bilərsiniz. Başlayağın öyrəndiklərinizi tətbiq edin hissəsinə. Birinci sualda deyir ki, şəkildə təsvir olunduğu kimi Q yükü Q0 yükünün elektrik sahəsinə yerləşdirilib. Deyir ki, Q yükü tərəfindən, yəni Q0 yükü tərəfindən Q yükünə təsir edən elektrik qüvvəsinin istiqamətini tapın. Deməli, birinci biz elektrik sahəsinin istiqamətini tapmalıyıq və Q yükünün yerləşdiyi nöqtədə Q0 yükünün elektrik sahəsinin intensivi hansı istiqamətdə yönəlir, onu tapmalıyıq. Baxın uşaqlar, Q0 yükü tərəfindən Q yükünə təsir edən elektrik qüvvəsinin istiqaməti. Yəni, biz burada Q0 hansıdır? Bax bu. Bu yük tərəfindən Q yükünə təsir edən elektrik qüvvəsinin istiqaməti. Hər ikisi mənfi yük olduğu üçün mənfi nə edirdi? İtələyirdi. İndi Q0 yükü tərəfindən deyirsə, Q yükü əlbəttə ki, sola doğru nə edəcək? İtələnəcək. Bax, bu F qüvvəsini göstərmiş olduq. Digər hansı qüvvəni deyir indi bizə? Və deyir ki, növbətisində Q yükünün yerləşdiyi nöqtədə Q0 yükünün elektrik sahəsinin intensivliyi. Baxın, buna da diqqət edin indi. Yəni, demək istəyir ki, bax, bu Q yükünün yerləşdiyi nöqtədə Q0 yükünə təsir edən elektrik sahəsinin intensivliyi. Elektrik sahəsinin intensivliyi mənfi yüklərdə yadınıza gəlir, özünə daxil olurdu. Bax, indi burada Q yükünün yerləşdiyi nöqtədə Q0 yükünə təsir edən elektrik sahəsinin intensivliyi özünə daxil olacaq. Bunu da çəkərək göstərək. Bax, bu şəkildə çəkərik. Niyə? Belə. İndi ikinci suala baxaq. Şəkildə yüklü cismin elektrik sahə xətləri təsvir olunmuşdur. Onun yükünün işarəsini müəyyən edin. Yəni, bizdən istəyir ki, bu hansı yükdür? Və elektrik sahəsinin qüvvə xətlərinin istiqamətinin müəyyən olunması şərtindən istifadə edərək cavabımızı əsaslandıraq ki, hansı biz qanuna əsaslanaraq bunu tərtib etdik. Baxın uşaqlar, bu nöqtəvi yükün yaxınlığına müsbət nöqtəvi yük gətirsək, eyni işarəli yüklərin qarşılıqlı təsirinə əsasən, baxın, mən bura müsbət nöqtəvi yük gətirsəm, onların hər birinə. Eyni işarəli yüklərin, yəni daxilindəki də müsbətdir, xaricindəki də müsbətdir. Bax, hər birinə gətirirəm müsbət yük. Eyni işarəli yüklərin qarşılıqlı təsirinə əsasən həmin nöqtəvi yükə təsir edən elektrik qüvvəsi sahəni yaradan yükdən kənara doğru yönəlir. Biz görürük də burada hər ikisi müsbət olduğu üçün müsbət və müsbət nə edir? Bir-birini itələyir və burada qüvvə xaricə doğru olduğuna görə əlbəttə ki, müsbət yüklərdə elektrik sahəsinin intensivliyini də xaricə doğru götürmüş olaraq. Deməli, nə oldu? Daxildə müsbət yükdür və bunu necə sübut edərik? Ətrafına müsbət yüklər yerləşdirməklə. Sonra üçüncü suala baxaq. Şəkildə yükü Q0 olan cisim və Q sınaq yükü təsvir olunub. Sınaq yükünün miqdarını 5 dəfə artırsaq, onun olduğu nöqtədə Q0 yükünün elektrik sahəsinin intensivliyi dəyişərmi? Və deyir ki, cavabınızı əsaslandırın. Baxın, gəlin bunu belə bu şəkildə izah edək sizinlə. Bizə deyir ki, sınaq yükünün miqdarını 5 dəfə artırsaq, yəni Q0
2 bərabərdir 5 Q01. Yəni sınaq yükünü 5 dəfə artırdım. Və deyir ki bizə onun olduğu nöqtədə Q0 yükünün elektrik sahəsinin intensivliyi dəyişərmi? Yer dəyişərmi? Dikkat edin, intensivliğin düsturu Y bərabərdir F bölünsün Q'dur. Mən əlbəttə ki, burada Q'nun miqdarını 5 dəfə artıraramsa əgər, F qüvvəsi, yəni aralarındakı qarşılıqlı təsir qüvvəsi də 5 dəfə artmış olacaq. Və hər ikisi 5 dəfə artdığına görə, yəni eyni qədər artdığına görə bunlar ixtisar gedəcək və yerdə nə qalacaq yenə? F-in Q-yə nisbəti. Yəni neçə dəfə artırmağımdan asılı olmayaraq elektrik sahəsinin intensivliyi sabit qalacaq. Bax, bunu belə də yaza bilərik. Digər tərəfdən yazın. İntensivliyin düsturu Y bərabərdir F-in Q-yə nisbəti. Mən bunu n dəfə artırsam, fərqli rənglə yazın. N dəfə hər ikisini artırdım. Və yuxarıda yazaram ki, F-in Q-yə olan nisbəti. Fikir verin, n'lər ixtisar gedəcək. Çünki n dəfə F artırdım. Əgər n dəfə Q-nu artırsam, avtomatik n dəfə F də artacaq. Və ixtisar gedir yerdə F-in Q-yə olan nisbəti qalır. Ümumiyyətlə uşaqlar, bu şəkildə yadınızda saxlayın ki, intensivlik sınaq yükündən asılı deyil. Sınaq yükünü neçə dəfə artırsanız da intensivlik dəyişməyəcək, sabit qalacaq. Bu qədər. Sonra növbəti öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Öyrəndiklərinizi yoxlayın hissəsində görək bizdən nəyi soruşur. Birinci sualda deyir ki, yüklü A cismi tərəfindən B cisminə elektrik qüvvəsi təsir edir. Yəni A cismi tərəfindən B cisminə elektrik qüvvəsi təsir edir. Bu təsirə ötürən vasitə nədir? Bu cisimlərin elektrik yükünün işarəsi necə ola bilər? Baxın, elektrik qarşılıqlı təsirə ötürən vasitə elektrik sahəsində əlbəttə ki. Da fikir versək, qüvvə yükdən kənara doğru yönəlib. Elektrik yükləri arasında yalnız elektrik itələmə qüvvəsi olduqda qüvvənin istiqaməti yükdən kənara doğru olur. Ona görə də burada iki hal mövcud ola bilər. Ya, qoy fərqli rənglə göstərim. Ya hər ikisi müsbətdir. Bu baxımdan da A yükü B yükünü itələyir. Və yaxud da ola bilərdi ki, hər ikisi mənfi olsun. Bunu da yazın. Və yaxud da ola bilərdi ki, hər ikisi mənfi olsun. Bu zaman yenə də işarələr eyni olduğu üçün yenə də A yükü B yükünü kənara doğru itələmiş olardı. Deməli, cisimlərin elektrik yükünün işarəsi necə ola bilər? Həm müsbət ola bilər, həm də mənfi, yəni eyni işarəli ola bilər. İkinci sual, şəkildə elektron, proton və neytron təsvir olunub. Hansı zərrəciyə elektrik sahəsi təsir etməz? Cavabınızı əsaslandırın. Ümumiyyətlə, elektrik sahəsi yalnız elektrik yükü olan cisim və ya zərrəciyə təsir edir. Proton və elektron yüklü zərrəcik olduğu üçün onlara elektrik qüvvəsi təsir edir. Amma ki, neytron isə yüksüz olduğuna görə onlara elektrik qüvvəsi təsir etmir. Yəni ki, bunların içərisində yalnız elektron və protona elektrik sahəsi təsir edəcək, amma neytrona isə elektrik sahəsi təsir etməz. Üçüncü sual. Elektronun və protonun elektrik sahəsinin qüvvə xətlərini çəkin. Çəkən uşaqlar. Elektronda necə idi? Bayaqlarda göstərdik əslində. Mənfi yük və elektrik sahəsinin qüvvə xətləri özünə doğru yönəlirdi. Yəni, hər bir nöqtədən özünə doğru yönəlir. Amma proton isə müsbət yükdür və özündən xaricə doğru yönəlir. Elektrik sahəsinin qüvvə xətləri. Belə. Bu şəkildə çəkdik. Dördüncü suala baxaq. Dördüncü sualda da deyir ki, şəkildə Q0 yükünün yaratdığı elektrik sahəsində Q1 və Q2 sınaq yüklərinə təsir edən qüvvələr göstərilmişdir. Bax, bu Q1 və Q2 sınaq yüklərinə. Və soruşur ki, bizdən Q2 yükü Q1 yükündən neçə dəfə çoxdur? Əvvəlcə bu şəkli analiz edək uşaqlar sizinlə. Burada fikir versək, görərik ki, nöqtəvi bir Q0 yükümüz var.
və ondan sol tərəfdə Q1 yükü və ona təsir edən F qüvvəmiz. Sağ tərəfdə isə Q2 yük var və ona təsir edən 6F qüvvəmiz var. Və intensivlik düsturunu yazaq. İntensivlik düsturu Y bərabərdir F-in Q-yə nisbəti. İndi bir dəfə sol tərəf üçün, bir dəfə də sağ tərəf üçün intensivliyin qiymətini yazaq. Yəni F bölünsün, daha doğrusu F1 bölünsün Q1, bir də Y2 üçün yazsam F2 bölünsün Q2. İndi artıq nə edəcəm mən burada? Bilirik ki, intensivliklər bir-birinə bərabərdir. Çünki nöqtəvi yükümüz eynidir. Y bərabərdir. Sol tərəfdəkini təsir edən qüvvəmiz nə qədərdir? F. Ona görə bura F yazacaq. Q1 yükümüz də olduğu kimi qaldı. Bax burada. Digərinə də intensivlik bərabərdir. Sağ tərəfə təsir edən qüvvəmiz isə 6F-dir. 6F bölünsün. Q2 yükümüz də bax buradadır. Qaldı yerində. Və uşaqlar fikir verin burada. Riyaziyyatdan biz bilirik ki, bərabərliyin sol tərəfi bərabərdirsə, eyni zamanda sağ tərəfi də bir-birinə bərabər olacaq, düzdür? İndi bunu nəzərə alaraq yaza bilərik ki, y'lər bir-birinə bərabərdirsə, f-in Q1 olan nisbəti bərabər olar 6f-in Q2 olan nisbətinə. F-lərimiz ixtisar getdi. Yerdə nə qaldı? Q1'i vuraram 6'ya. Yəni 6 Q1 bərabərdir Q2'ye. Diqqət edin. Q2 bərabərdir 6 Q1. Bu nə deməkdir? Bu o deməkdir ki, Q2 yükü Q1 yükündən 6 dəfə çoxdur. Deməli, bizdə də onu soruşurdu. Q2 yükü Q1 yükündən neçə dəfə çoxdur? 6 dəfə çox olduğunu müəyyənləşdirdik uşaqlar. Belə uşaqları bu şəkildə sizinlə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqları izah etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin mimarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər. Sağ olun uşaqlar.